Əgər Allah sənə nicat və asanlıq istəsə, onu sənə ən zəif olduğun anda, ən çox qəlbin qırıldığı halda, bütün səbəblər kəsiləndə və çarə tükənəndə yetirər. Ki qəti yəqin edəsən ki, Allahın sənə olan nicatı və rəhməti qapalı bir qapı tərəfindən əngəllənmir və sənin nəzərində qeyri-mümkün görünən heç bir səbəb onun sənə olan lütfünün qarşısını kəsə bilməz.